kim 10 manat qazanmaq istəyirsə, onda diqqətlə mənə qulaq assın. Mən bir məxşur simanın şəklini çəkib sizə təqdim edirəm. Onun adını kim dəqiq desə, bu 10 manatı ona mən hədiyyə edirəm. Haman o məxşur simanı bütün dünya tanıyır. Mən belə bir qərara gəldim ki, onun şəklini sizə təqdim edib, onun adını kim dəqiq desə, bil ki, mənim sənətimə şübhə ola bilməz. Həm də 10 manat məndən qazanar. Belə işlər. Nəysə.